Salam dəyərli izləyicilər, yanvar ayının 3-ünə olan hava məlumatını diqqətinizə çatdırıram. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən, buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 2-dən 3-ünə keçən gecə bəzi şəhər ətrafı ərazilərdə hava şəraitinin az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq və bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağma ehtimalı var və bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Həmçinin temperatur gecə 4 dərəcə şaxtadan 1 dərəcəyə qədər isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta və yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta gözlənilir. Həmçinin gündüz isə 3-7 dərəcə şaxta olacağı qeyd edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.